97 işçi və 50 könüllünün fəaliyyət göstərdiyi mərkəzdə gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbul edilməsi nəzərdə tutulur. Pensiya, əmək və məşğulluq, sosial müavinətlər, əlillik, övladlığa götürmə və digər sosial istiqamətlər üzrə xidmətlər vahid məkanda göstərilir. Mərkəzimizdə 15 istiqamət üzrə 164 xidmət göstəriləcəkdir, sosial xidmətlər həyata keçiriləcəkdir. Bu xidmətlər vətəndaşlara daha operativ, daha məsuliyyətli, daha rahatlıq prinsipləri əsasında həyata keçirilir. Digər dost mərkəzlərində olduğu kimi də Naxçıvan Regional Dost Mərkəzində vətəndaş məmnunluğunu təmin etməkdir. Bizim əsas məqsədimiz hal-hazırda Naxçıvan Regional Dost Mərkəzində qeydiyyat digər dost mərkəzlərində olduğu kimi Naxçıvan Regional Dost Mərkəzində də qeydiyyat prinsipi olmadan həyata keçiriləcəkdir. Yəni həm Naxçıvan Muxtar Respublikasının sakinlərinə, həm də digər Muxtar Respublikada yaşayan digər rayon qeydiyyatında olan vətəndaşlarımıza xidmətlərimizdən yararlana bilərlər. Mərkəzin imkanları xüsusilə ədilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi baxımından diqqət çəkir. Burada tibbi sosial ekspertiza, fərdi ehtiyaclara uyğun reabilitasiya vasitələri ilə təminat və ixtisaslaşmış reabilitasiya müəssisələrinə göndərişlərin rəsmiləşdirilməsi həyata keçirilir. Vətəndaşa xidmət göstərərkən ilk növbədə diqqətli və nəzakətli ünsiyyətə, vətəndaş müraciətlərini çevik və operativ şəkildə dinlənib suallarını cavablandırmaq və məmnunluğu qoruyaraq qanunvericilik çərçivəsində xidmət edirik. Həmçinin bütün vətəndaşlara ayrı-seçkilik etmədən bütün müraciətləri qəbul edilir və operativ şəkildə həll edilir. Narazı və çətin vətəndaş gəldikdə isə səbirli davranaraq müraciəti araşdırılır və aidiyyatı üzrə həll edirik. Dost modelinin əsas üstünlüklərindən biri vətəndaş məmnunluğunun ön planda saxlanılmasıdır. Ölkə üzrə dost mərkəzlərində indiyədək 4,6 milyon sosial xidmət göstərilib və xidmətlərdən məmnunluq səviyyəsi təxminən 99% təşkil edib. Naxçıvan Regional Dost Mərkəzinin fəaliyyətə başlaması da bu xidmət modelinin Muxtar Respublikada daha geniş tətbiqinə imkan verəcək. Mən pensiya ilə əlaqədə bir sualım var idi. Gəldim, müraciət elədim dost mərkəzinə. İşim alındı, razı qaldım. Dost mərkəzi çox yaxşı fəaliyyət göstərir, çoxdan da gözləyirdik dost mərkəzini. Şükür Allah dövlətimizə qorusun, dövlətimizdən çox razıyıq. İş üçün dost mərkəzinə müraciət elədim. Çox sağ olsunlar, mənim müraciətimi qeydə aldılar. Bunun haqqında mənə ətraflı məlumat verdilər. Ən əsası da odur ki, başqa yerlərə getmədən müraciəti bir yerdə birbaşa edə bilirik. Sosial məsələlərin həllinə artıq saatlarla vaxt itirməyə ehtiyac yoxdur. Yeni yaradan mərkəz sayəsində bütün məsələlərin həlli məhz sadəcə 11 dəqiqə ərzində həyata keçirilir. Bu da vətəndaşların daha tez və daha keyfiyyətli xidmət göstərməsinə şərait yaradır. Naxçıvan Regional Dost Mərkəzinin fəaliyyətə başlaması sosial xidmətlərin sakinlər üçün daha yaxın və əlçatan olmasını hesablanıb. Qarşıdakı illərdə bu xidmətlərin əhatə dairəsinin daha da genişləndirilməsi planlaşdırılır. 2026-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində dost qəbul şöbələrinin yaradılması, 2030-cu ildə isə ölkə üzrə geniş dost xidmət şəbəkəsinin formalaşdırılması nəzərdə tutulur. Məqsəd aydındır: vətəndaşa daha sürətli, rahat və keyfiyyətli sosial xidmət göstərmək. Həsən Məmmədov, Tərlan İbrahimova, Namiq Abbasov, NTV Xəbər.